tutaq ki, 50 yaşı var, soruşursan ki, ibadətdə deyil. Sual versən ki, dayı, misal üçün, sən 50 ildir yer üzərindəsən, 50 ildir ayağın yer üzərindədir. Niyə? Biz ki, deyirik, niyə yaşayırsan? Yəni, niyə? Bir də görsən fikirləşir, həmin anda fikrə gedir. Deyirsən, dayı, lazım deyil. Sən 50 ildir yaşayırsan, hələm indi fikirləşirsən niyə? Sən cavab versən də mənə, sual altında qalmayım deyə cavab verəcəksən. Məqsədi qoymadın ortaya. Aydındır və Quranda nə qədər misallar var. Allah subhanahu teala ayədə buyurur ki, bəzi insanları vəsf edir və deyir ki, elə insanlar var وَلَهُمْ قُلُوبٌ لَا يَفْقَهُونَ بِهَا Qəlbləri var, ancaq o qəlblə nə eləmirlər? Anlamırlar. Və onların gözləri var, görmürlər. Və qulaqları var, eşitmirlər. Yəni haqqı. Və sonra Allah subhanahu və teala bu cür insanları nəyə bənzədir? Ulaikə, Quranda 6-cı surə hansıdır? Ən'am. Ən'am nədir? Malqara. 4 ayaqlı malqaraya ərəblər nə deyirlər? Ən'am. Allah subhanahu teala qəlbi olub haqqı anlamayan və haqqı görməyən və haqqı eşitməyənlər nəyə bənzədir? Ulaikə kəl ən'am. Onlar malqara kimidirlər. Bəl, əksinə, hum ədal. Ondan da aşağıdırlar. Və alimlərdən biri deyir ki, bu ayənin şərhində necə olur ki, ən şərəfli məxluq, yəni əşrəful məxluqat, insan, yəni heyvandan da aşağı səviyyəyə düşür. Və Allah subhanahu teala başqa ayədə buyurur ki, لَقَدْ خَلَقْنَا الْإِنسَانِ فِي أَحْسَنِ تَقْوِيمٍ Biz insana ən gözəl şəkildə xəlq etdik. Sonra onu aşağıların da aşağısına atdıq. İman edib salih işlər görənlərdən başqa. Yəni insan aşağıların da aşağısına düşə bilir. Heyvandan da aşağı dərəcəyə. Və alim misal verir. Deyir ki, kənd yerlərində görmüsünüz, hər ev öz heyvanını, öz sürüsünü buraxır kəndin sürüsünə, hər qapı buraxır və sürüdə də növbələşirlər, hər həftə bir ev və ya kəndin müəyyən çobanları olur. Sürü gedir səhər və axşam gəlir. Və axşam gələndə, məsələn, mən kənd yerlərində bunu gözümlə görmüşəm və hamınız da inşallah görmüşsünüz. Sürü girir kəndə və o sürüdə 60-70 ailənin malqarası var. Və hər qoyun, yəni sürüdən ayrılır və gedir öz sahibinin qapısının ağzında durur və sahibini səsləyir ki, gəlib qapını açsınlar. Və alim deyir ki, fikir ver, 4 ayaqlı heyvan öz sahibini tanıyır, tanımır. Və nə qədər insanlar var öz sahiblərini tanımırlar. Aydındır. Və həqiqət belədir yəni. Yəni heyvan subhanallah öz sahibini tanıyır. Heyvan, 4 ayaqlı, ən'am, malqara. Və insan sahibini tanımır və ya tanımaq istəmir. Öz sahibini tanımayan insan, öz sahibini tanıyan heyvandan üstün deyə alçaq.